Salam. 8-ci sinif 2-ci hissədən biologiyadan 6-cı bölmədən öyrəndiklərinizi tətbiq edin. Burada soruşulur. Şəkildə aybaşı sikli zamanı qanda cinsiyyət hormonlarının miqdarının dəyişilməsi göstərilib. Verilənlərə əsasən hormonal dəyişiklikləri aybaşı siklinin fazalarına uyğun izah edin. Sizcə hamiləlik zamanı progesteron miqdarı niyə dəyişir? Baxırıq bura. Gördüyünüz kimi aybaşı siklidir. Burada bildiyiniz kimi 4-5 gün aybaşı fazası. Bu zaman gördüyünüz kimi endometrium dağılır, qanaxma başlayır. 5-ci gündən sonra isə aybaşdan sonraki faza başlayır. Aybaşdan sonraki faza isə davam edir düz 9-10 gün. Bax, 14-cü günə qədər. Fikir verin, xətt çəkirəm. 14-cü gündə bildiyiniz kimi ovulyasiya prosesi baş verir. Bunun üçün yumurtalığın folikulunda olan yumurta hüceyrə folikulu yetişir, yumurta hüceyrə yetişir və folikul partlayır, yumurta hüceyrə folikuldan bayıra çıxır. Ondan sonra isə 14-cü gündən sonra isə gördüyünüz kimi endometrium daha da qalınlaşmış olur. Bax, bu endometriumda gördüyünüz kimi daha da qalınlaşmış olur. Bu proses isə təqribən 13-14 gün davam edir. Qeyd edirəm, düz 28 günlük sikl şəraitində. İndi bizdən soruşulur ki, hormonal dəyişikliklər aybaşı siklin fazalarına uyğun olaraq izah edək. Baxırıq bura. Deməli, aybaşı siklinin fazalarına uyğun. Deməli, bildiyiniz kimi aybaşı fazası 1-ci gündən başlayır, 5-ci günə qədər tədricən. Amma bu 7-ci gün isə artıq aybaşdan sonraki fazaya aiddir. Əgər diqqətlə fikir verirsəz, estrogen hormonunun miqdarı 14-cü günə qədər artmış olur. Haradasa 13-ci gündən başlayaraq 16-cı günə qədər. Bax, bu estrogen hormonu görürsünüz, qırmızı rəngdə verilibdir. Hormonu artır. Bununla yanaşı, aybaşdan sonraki fazada 14-cü gündən keçmək şərti ilə bildiyiniz kimi sarı cisim fazası gəlir ki, burada sarı cisim fazası folikulda fəaliyyətə başlayır, hormon buraxır və bu progesteron hormonu hesab olunur. Bax, görürsünüz, yaşıl rəngdə verilibdir. Və bildiyiniz kimi 14-cü gündən sonra 14-cü gün daxil olmaqla yumurta hüceyrə öz sağlamlığını 12-24 saat müddətində saxlamış olur. Bu müddətdə isə mayalanma baş verə bilər və yaxud da mayalanma baş verməyə də bilər. Əgər mayalanma baş verirsə, görürsünüz, hamiləlik olanda gördüyünüz kimi progesteronun miqdarı yenə artım vəziyyətindədir. Bildiyiniz kimi progesteron hormonu növbəti folikulun yumurtalıqda yetişməsinin qarşısını alır ki, ola bilsin ki, hamiləlik baş versin və həm də endometriumu rüşeymi qəbul etməyə hazırlanmış olur. Hamiləlik olmadıqda isə, bax, gördüyünüz kimi progesteron hormonunun miqdarı azalır. Və bu hormon qana sorulur. Bu deməkdir ki, yumurtalıqda folikul fəaliyyətə başlayır və yeni yumurta hüceyrənin yetişməsi prosesi həyata keçirilmiş olur yumurtalıqda. Burada soruşulur, müzakirə edin. Endometriumun qalınlaşması sarı cisim fəaliyyətinin aktivləşməsindən necə asılıdır? Gördüyünüz kimi sarı cisimin fəaliyyətinin aktivləşməsi ilə əlaqədar olaraq progesteron hormonunun miqdarı artır. Bu xüsusilə hamiləlik olduqda
öz əksini daha çox göstərmiş olur. Qeyd elədik ki, hamiləlik olmadıqda yumurta hüceyrə uşaqlıq borusu ilə irəliləyərək, uşaqlığın daxilinə düşərək növbəti aybaşı fazasının başlamağını bildirir. Gördüyünüz kimi endometriumun qalınlaşması sarı cisim fəaliyyətinin aktivləşməsindən necə asılıdır? Gördüyünüz kimi düz asıllıq burada mövcuddur. Öyrəndiklərinizi yoxlayın. Birinci sualda deyilir, şəklə əsasən işarələnən hissələrdə aybaşı sikli zamanı hansı proseslərin baş verdiyini izah edin. Bax, burada birlə işarə olunan yumurtalıqdır. Yumurtalıqda bildiyiniz kimi folikulun yetişməsi, yumurta hüceyrənin yetişməsi, ovulyasiya kimi proseslər baş verir. Yəni, folikul partlayır, yumurta hüceyrə xaricə çıxır oradan və xaricə çıxmış yumurta hüceyrə, bax bu gördüyünüz uşaqlıq borusu vasitəsilə tutularaq onun qıfı vasitəsilə uşaqlıq borusu keçirilir. Bax, 2 ilə göstərilən uşaqlıq borusudur, məhz yumurta hüceyrənin yetişməsi və mayalanma prosesi gördüyünüz kimi uşaqlıq borusunda həyata keçirilir və burada həm də yumurta hüceyrənin tam formalaşması həyata keçirilmiş olur ki, o mayalanma qabiliyyətinə malik olsun. Əgər mayalanma baş verməzsə, onda yumurta hüceyrə uşaqlıq borusu ilə irəliləyərək uşaqlığın daxil selişli qırşasına düşür və bu zaman yeni aybaşı sikli başlamış olur. Yəni, o deməli, birinci fazası, yəni 4-5 gün davam edən aybaşı fazası başlamış olur. Yox, əgər burada mayalanma baş veribsə, bu zaman əvvəlcə zigoz, sonra çox hüceyrəli rüşeym yaranır. Çox hüceyrəli rüşeym isə irəliləyərək 4-5 gün müddətində yenə də uşaqlığın daxili selişli qırşasına düşmüş olur və qeyd elədik ki, bu vaxtı mayalanma baş veribsə, progesteron hormonunun miqdarı artır. O həm növbəti folikulun yetişməsinin qarşısını alır, həm də endometriumu qalınlaşdıraraq rüşeymi qəbul etməyə uşaqlığı hazırlamış olur. Bu da deməli 3-cü bildiyiniz kimi uşaqlığın endometrium hissəsinin təsviri göstərilibdir. İkinci sualda kişi orqanizmində sidik kanalının 2 əsas funksiyası hansılardır? Sidik kanalının cinsiyyət sistemi ilə əlaqəsini izah edin. Bildiyiniz kimi, xarici cinsiyyət orqanı həm son sidiyiz, hansı ki sidik hissəsinə toplanır, onun xaric olmasında iştirak edir, bədəndən ifrazat məhsullarının xaric olmasını təmin edir. Həm də bildiyiniz kimi, toxumluqlarda əmələ gələn spermatozoidlər toxum kisələrinə toplanır ki, toxum kisələrinə toplanmış həmin spermatozoidlər prostat vəzinin mayesi ilə qarışaraq sperma adlanan maye əmələ gəlir ki, həmin maye spermatozoidin hərəkət aktivliyini artırmış olur və o da öz növbəsində spermi sidik kanalına açılmış olur və beləliklə də cinsiyyət hüceyrələrinin bədəndən xaric olmasına şərait yaranmış olur. 3-cü, toxum çıxarıcı boru ilə uşaqlıq borusunun ümumi və fərqli xüsusiyyətləri hansılardır? Toxum çıxarıcı boru bildiyiniz kimi toxumluqlarda əmələ gələn spermatozoidlərin oradan deməli hissəciklərə toplanması təmin olunur. Cinsi hüceyrələri daşıyır, toxum hissələrinə toplanır. Uşaqlıq borusunun ümumi xüsusiyyəti odur ki, o da yumurta hüceyrəni daşıyır. Yəni, ovulyasiya olunmuş yumurta hüceyrə uşaqlıq borusu vasitəsilə aparılmış olur. Bu, onların ümumi xüsusiyyəti. Fərqli xüsusiyyətinə gəlincə, bildiyiniz kimi, toxum çıxarıcı boru yalnız spermatozoidin daşınmasını və yaxud onun prostat vəzi mayesi ilə qarışmasını və sidik kanalına açılmasını təmin edir. Uşaqlıq borusunda isə bildiyiniz kimi yumurta hüceyrənin mayalanması prosesi həyata keçirilmiş olur və bunun sayəsində yeni orqanizmin
ilkin inkişafı başlamış olur ki, həmin çox hüceyrəli rüşeym ziqotdan ki yaranır, o uşaqlığın daxili sel-içi qırşasına düşərək 2 gün orada gəzir və müəyyən sahəyə implantasiya olunaraq hamiləliyin növbəti mərhələlərinin həyata keçirilməsi, bax burada təmin olunur ki, elə ki 38-40 həftə keçdi, həmin orada olan əvvəlcə rüşeym, sonra döl inkişaf etmiş olur və bundan sonra isə doğum prosesi başlanmış olur. Bu qədər. Sağ olun.